Salam hörmətli izləyicilərimiz, bu günləri sizə Xırdalanında müsait 68 kvadrat olan çox səliqəli bir mənzil təqdim etməyə gəlmişik. Qiymət də çox münasibdir və elə periodikadır ki, elə bil ki, 2-dən 3 periodika olsa da qanuni 3 otaqlıya oxşur. Çünki şəbəkə ilə bölünüb, həm hava rahat girir, həm də mənzil işıqlı olur. Hal-hazırda qonaq otağını görürsünüz. Qonaq otağından belə mətbəxə keçid var. Bax, göstərim sizə, belə vaxtı ilə bölüblər. Çox səliqəli şəkildə. Hər iki tərəfdən ev yiyəsi mətbəx yığdırıb. Ev eşyalı satılır, amma elektronika çıxacaq. Çox mərtəbəli binanın ikinci mərtəbəsində yerləşir. Ev yeni binadadır. Ev səliqəli saxlanılıb ev sahibi tərəfdən. Bir də ev yiyəsi dedi ki, bir dənə bu stol dəsti də çıxacaq və elektronika. Qalan gördüyünüz bütün eşyalar qalır. Hal-hazırda giriş qapısını görürsünüz. Giriş qapısından girəndə belə bir dəhliz açılır. Düzbucaq formasında qonaq otağını sizə göstərdim. Qonaq otağından mətbəxə keçidi göstərdim. İkinci yataq otağımızdır. Gördüyünüz kimi burada da birinci işıq düşür, pəncərə. İki qəşəng dəstə yığılıb. Bu da qalacaq. Sizə indi uşaq otağını göstərim. Uşaq otağı da çox səliqəli. Aboylar seçilib uşaq otağına, pərdələr. Burada da yatağı dəstə hamısı qalacaq. Gir yaşa mənzildə elektronika alırsınız, girirsiniz, yaşayırsınız. Qiymət 100.000 manat təyin olunub. Dediyim kimi evdə yaşayış çox az olub və ev yiyəsi maşallah səliqəli saxlayır. Sənəd bu binanın yeni olduğuna görə hələ ki müqavilədir. Yaxın zamanda bilirsiniz ki, Xırdalanda kupçalaşma çox sürətli gedir. Çox binalarımız maşallah olsun kupça alıb. Bu binada hələ ki müqavilədir. Yaxın zamanlarda veriləcək. Evin proyektini gördünüz. Etibarlı bir şirkətdən tikilən bir mənzildir. Qiyməti də 100.000 manat. Gəlin baxın, bugünə bu qədər, sağ olun.